Hamıya salam. Bu vlogda sizi çiçək dükanından salamlayıram. Bugün mənim mamamın ad günüdür və xaricdə olan atamın xahişi ilə gəlmişəm mamama hədiyyə almağa. Anamın bu il 39 yaşı olur. Ona görə də atam dedi ki, anama yaşı qədər qırmızı roza və öz zövqüm ilə bir ətir alım. Gülləri tapşırdıq. İndi gedirik ətir üçün baxmağa. Deməli, uzun sürən seçimin ardından nəhayət ki, ətirimizi seçə bildik. Mamanın sevə biləcəyi bir qoxu aldım ki, əvvəl də bu ətiri görmüşdü və bəyənmişdi. Ümid edirəm, birə-bir eynisi çıxar. Orijinal adı ilə aldıq. Görək, həqiqətən də orijinal çıxacaqmı? Ətirdən bir o qədər də başım çıxmır. Amma yani satıcı xanım zəmanət verdi. Dedi, aparın, yoxlatdırın. Orijinal olmasa gətirin, qaytarın. Mən də ona güvəndim. Neyse, biraz güvən verdi mənə. Ona görə götürdüm. Güllərimiz belə oldu. Ay, saxlaya bilmirəm, ağırdır. Burada da atamın xahişi ilə not yazmışıq. Onu da ildə göstərəcək. İndi gülü saxlaya bilmirəm, əlimdə ağırdır. İndi gedirik mamaya çanta baxmağa. Yarım saata tez maksimum edə biləcəyimizi eləməliyik. Çünki saat 12-də restorana gedəcəyik. Amma mən gördüyünüz kimi hazır deyiləm. Çünki mən həmişə hər yerə gecikirəm. Gedik görük nə tapırıq. Dükkanda çox səs-küy olduğuna görə məcbur qalıb üstdən səsləndirmə etdim. Burada iki çantanı çox bəyəndim. Biri kremov rənglərdə idi, biri isə mavi tonlarda. Çantamızı da götürdük. Hava küləklidir. Bilmirəm, siz mənim səsimi eşidirsiniz yoxsa yox. Biraz fərqli rəng götürdüm. İnşallah mama bəyənər. Bəyənməsə zaten dəyişəcəm. Dəyişdirəcəm. Yəni özü hansını istəyir onu götürər. Mama biraz kaprizlidir. Ona görə ona hədiyyə seçmək o qədər də rahat deyil. Ümid edirəm ki, bugünkü hədiyyə seçimlərimi düzgün eləmişəm. Ürəyincə olar, bəyənər. Yəni, çantadan falan narahat deyiləm. Bir dənə ətirdən narahatam. Çünki ucuzda almadım. Bəyənməsə, yəni vay halıma. Burada Xaçmazın köhnə avtovağzalıdır. Yəni belə bardak olmağına baxmayın. Yəni köhnə yerdir bura. Neysə, belə yerlərdən keçərək gedirəm gülümü, ətirimi götürürəm, taksimi vurum, gedim evə. Tez-tez hazırlaşım. Çünki gecikirəm. Ayaqqabılar da ayağıma böyüdü. Yəni güclə gəzirəm də. Nəhayət qaça-qaçın sonunda işlərimi bitirdim. Taksi ilə evə gedirəm. Çantanı belə bir hədiyyəlik paketə qoydum. Digər paketdə ətir var. Onu da maşından düşəndə paketdən çıxardıb hədiyyə qutusunda təqdim edəcəm. Happy birthday to you. Yenə də nələrsə alıblar. Bu atanın hədiyyəsidir. Bu Nicatındır. Bu Nicatın hədiyyəsidir. Bu güllər. Və bu ətir atanın hədiyyəsidir. Nə gözəl güllərdir. Ay Aslı, sən canımına nə qədər pul vermişsiniz? Pulunu inirsən. Hələ burada kocanın sənin notu da var. Zəhmət olmazsan onu da oxu. Yan görüm az. Bunlar nə iş açılan mənim başıma. Baxım görüm. Allah, oradan bura. Mənim üçün ən gözəl günlər sənin. Evet, ağlatdı. Çok böyle sevenimiz də olmadı da. Neyse. Cəmaatın 40 yaşındaki romantikası. 40 deyil, 39'dur. Çox sağ olsun, minnətdaram. Gəldik ən həyəcanlı məqama. Mama ətrini açır.
Burada mamadan çox mən həyəcanlıyam. Çünki kimsə mənə nəsə tapşıranda mən istəyirəm ki, o adamın ürəyincə o işi yerinə yetirə bilim. Mama ətrini aça-aça deyir ki, mən bu ətiri çoxdan görmüşdüm, çox bəyənmişəm. Nə yaxşı sənin ağlına gəlib bu ətiri almaq. Çünki mamanın daimi istifadə elədiyi 2 ətir var. Mənim də bugün ağlımda onlar idi, amma sonradan nədənsə fikrimi dəyişdim, bunu götürdüm. Mama da bunu çox bəyəndi. Mənə də həqiqətən çox xoş oldu. Bilməm də rənginiz adı bəyənərsən, bəyənməzsən. Qəşəngdir. Hə, qəşəng də xoşuma gəlir, sağ olsun. Bana uyar yəni. Güzeldir. Pulpu da var içində. İstəsəm belə yana da tuta bilərəm. Yaxşıdır, çox sağ olsun. Çox mənə inanırsınız ki, utandırdınız valla. Niyə belə əziyyət çəkmişsiniz hamınız? Xoşdur. Mübarəkəm, mübarəkəm. Sağ olsun. Allah hamının cibinə bərəkət versin. Hamı sənə çoxlu-çoxlu hədiyyələr alsın. Hamıya çoxlu hədiyyələr alsın. Hamının pulu çox olsun, amma mənə hədiyyə alsın. Çox sağ olsunlar hamısı. Gecikdiyimiz üçün tez tələsik əynimi dəyişdim, nə makyajımı təzələyə bildim, nə də ki, saçımı düzəldə bildim. Burada başımıza gələcəklərdən xəbərsiz tortumuzu da götürüb əvvəlcədən danışdığımız restorana gedirik. Biz mamanın ad gününü qeyd eləmək üçün hamının təriflədiyi Aliqas restoranını seçdik. Amma nə yalan deyim, bura bizi yanıltdı. Həqiqətən heç nə gözlədiyimiz kimi olmadı. Bizdə axşam alınmadığına görə günorta vaxtı gəlmişdik. Buranın mənzərəsinin isə axşam gözəl olduğunu deyirlər. Mən isə mənzərədən bəhs etmirəm. Bəhs etdiyim buranın yeməkləri və xidmətidir. Nə yeməklərini, nə də xidməti heç birimiz bəyənmədik. Bu məkanı seçmək bizim üçün sözün əsl mənasında peşmanlıq oldu. Qiymətlər nisbətən baha, keyfiyyət isə 0. Qardaşım bu yaxınlarda əskərliyə gedəcək, ona görə son vaxtlar başı çox qarışıqdır. Bugünü isə tamamilə yaddan çıxarmışdı. Ona görə də hədiyyəsini sonradan gətirdi. Hədiyyəni açdılar və gördük ki, içində mamanın şəkli olan çox gözəl bir suvenir alıb. Burada tok olmadığına görə onun gözəlliyini sizə tam göstərə bilmirəm. Onu da evdə göstərərəm. Almaya. Yazıq qardaşım bugünü unutduğuna görə elə həyəcanlanıb ki, telefonunu da taksidə unutmuşdu. Allahdan taksi çox yaxşı insan idi. Biz onunla əlaqə saxlaya bilməsək belə o telefonu görən kimi geri gətirmişdi. Yeməklərimizin bir hissəsi gəldi. Mən yenə o qədər acam ki, yeməkləri görən kimi digər yeməkləri çəkməyi yadımdan çıxardım. Mən bayaqdan buna qışqırıram ki, geçsin. İndi mənə tərs-tərs baxır. Yana yemək verir, mən qovuram. Sən bu səslə paylaşacağım. Bax, deyir ki, yemək vermə, stola çıxacaq. Bunlar yaxşı pişiklər deyil, bunlar vəhşi pişiklərdir. Amma o yemək verir, pişik də gəlib dayanır burada, düz onun stolunun yanında. Biri də burada. Oy, yenə gəldi. Hamı yığılıb gəl. Bax, neçə dənə pişik var. Burada da biri, hər yerimiz pişikdir. Mən Bəlkə indi heyvan sevən, pişik sevən insanlar məni qınayacaq. Amma mən pişikləri heç sevmirəm. Onların olduğu yerdə heç cür rahat ola bilmirəm. Bura elə bir heyvanat bağçasıdır. Pişik var, quş var, ördək var, hər şey var. Mənim dayım ailəsi ilə birgə Rusiyada yaşayır. Onlar Azərbaycana ildə bir dəfə gəlirlər. Uşaqlar bura gələndə babam onların yanından əl çəkmir. Onlara elə bağlıdır ki, bütün günü bir yerdə olurlar. Burada sizə bu məkanda olan xidmətin sadəcə bir hissəsini göstərəcəm. Özünüz hər şeyi başa düşəcəksiniz. Burada daha çox qalmağa səbrimiz çatmadığı üçün hesabımızı və tortumuzu istədik ki, gedib evdə çay içək. Hesabı gətirdilər, amma artıq baba hesabı bağlamışdı. Bu qardaşımın mamama hədiyyəsi. Bu da mənim 4 gün əvvəl vermişəm. Ətirli şamlardır mənim hədiyyəm.
Bu isə qardaşımın hədiyyəsi. Tortumuzu da kəsdik, çayımızı da içdik. Tort çox ləzzətli idi. Hətta deyərdim ki, bugün yediyim ən ləzzətli şey elə tort idi. Burada sizə tortun içini də göstərirəm. Mükəmməl idi. Çayımızı içdikdən sonra biraz dincəldik. O arada bibim anama yazdı ki, axşam sizə ad gününə gələcəm. Amma biz ad gününü evdə qeyd etmirdik. Ona görə evdə heç nə hazırlamamışdıq. Bunu eşidən mama başladı tez-tez yemək bişirməyə. En güzel hediye. Mənim mamam nərd oynamağı çox xoşlayır, həm də çox yaxşı oynayır. Amma bizim nərdimiz yox idi. O həmişə deyirdi ki, kim mənə yaxşı hədiyyə almaq istəyirsə, nərd alsın. Bunu da bibim yadında saxlayır və ad günündə mamama belə bir nərd hədiyyə elədi. Həqiqətən mamam çox sevindi. Bununla da bugünkü ad günü vloqumuz başa çatır. Bu arada sizdən kiçik bir xahiş eləmək istəyirəm. Əgər videoları bəyənirsinizsə, mənə dəstək məqsədi ilə abunə olub videolarımı like eləməyi unutmayın. Sağ olun, salamat qalın.